Dəyərli fermerlər və təsərrüfatçılar, hər birinizi 2026-cı il Rayqras toxum tədarükü sahəmizdən salamlayıram. Bu günlərim noyabr ayının 9-u, artıq bizim sentyabr ayında əkdiyimiz Rayqras sahəmiz tam otarılmağa hazırdır və inşallah ki, bir neçə gündən sonrasına buranı biz otarılması üçün heyvanlarımızı gətirəcək. Dostlar, məlum məsələdir ki, hər bir videomda çalışıram öz təcrübəmi sizlərlə bölüşəm ki, inşallah sizin də zehninizdə Rayqras otu haqqında müəyyən məlumatlar yaransın. Rayqras xəsilimiz təqribən 40-35 sm aralığındadır. Təxminən ola bilər, biraz çox olsun, biraz az olsun. Sezonun əvvəlində suallar edirlər ki, əgərlərin biz Rayqras otunu əkər isə, suvara bilməriksə və yaxud yağış yağmazsa dəmiyə yerlərdə, bu halda toxum yerin altında qalaraq çürüyür yoxsa yox? İstərdim ki, praktiki olaraq bu barədə sizlərə öz gördüklərimi göstərəm. Gördüyünüz bax bu ərazi dostlar. Mənim kölgəm düşən ərazi. Bax bu təxminən 15 kvadrat yerdir. Biz buranı toxum səpən zaman suvara bilmədik. Çünki su çıxmadı bura. Bu yüzden gətirdiyi su çıxmadı, digər tərəfdən gətirdiyi su çıxmadı. Bura quru qaldı. Amma yağışlar yağandan sonrasında görürsünüz dostlar. Artıq Rayqras toxum otlarımız çıxmağa başlayıb. Yəni bura toxum düşmüşdü. Sadəcə də su çıxmadığına görə toxum göyərməmişdi. Yəni Rayqras toxumu istanana qədər yerin altında bir 2 ildə qalsa çürüməyəcək. Yəni bunu dəqiqən bilirəm, yəqinən bilirəm bu cür nədir. Çünki biz praktikamızda görmüşük. Yəni arpa kimi deyil də, məsələn, suvara bilməyəsən, nə bilim, nəmlənə, amma çıxış verməyə, xarab ola, bu cür deyil yəni. Və yaxud suyun altında qala, xarab ola, bu cür deyil. Yəni Rayqras otu ümumiyyətlə bu zehnimizdə olan bəzi mənfi şərtlərə qarşı həssas deyil. Odur ki, əziz dostlar, indi düzdür, bizim bu ərazilərimiz müəyyən qədər, misal üçün, qanqal və yaxud sarıgül və s. çıxıb, yəni bizim Rayqras sahəmizdə. Bu da əlbət ki, məlum məsələdir ki, torpaqdan qabaq olan toxumlardır ki, Rayqras toxumumuzu əkməmişdən qabaq olan bəzi toxumlar ki, çıxmalıdır. Amma buranı heyvanlar otlayandan sonrasında artıq üzü qışa gedir. Məlum məsələdir ki, havalar soyuyub. Bundan sonrasına çıxan otlar fəqət Rayqras otu olacaq. Çünki Rayqras otu artıq digər yabani otların çıxışına imkan verməyəcək.